Salam uşaqlar, bugünkü dərsimiz hibridləşmə dərsidir, rabitənin ən sonuncu bölməsi. Hibridləşmə nədir? Baxın, birinci onu deyək ki, hibridləşmədə S və P orbitalları iştirak eləyir. Yəni, eyni formalı orbitalların, üzr istəyirəm, müxtəlif formalı orbitalların örtülməsindən eyni formalı orbitalların əmələ gəlməsinə hibridləşmə, əmələ gələn orbitallara isə hibrid orbitalları deyilir. Cümləmi bir də deyirəm. Hibridləşmədə S və P orbitalları iştirak edir. Müxtəlif formalı orbitallar örtülüb, eyni formalı orbitallar əmələ gətirsə, buna hibridləşmə deyilir. 3 cür hibridləşmə var. SP, SP2, SP3. SP-nin əmələ gəlməsində 2 orbital iştirak edir. 1S və 1P. 2 orbital buradan da görmək olur. 1S və 1P. Alınır SP. SP2-də 1S və 2P. 3 orbital iştirak edir cəmi. Doğrudan da 1S, 2P. SP3-də 1S, 3P, yəni 4 orbital iştirak edir. Bir dənə S, 3 dənə P-lər. Baxın, bu hibridləşməmiş P-dir. Amma bunlar hibridləşmiş P-dir. Buradan bir də yazıram. Deməli, bu hibridləşməmiş P-dir. Amma bu hibridləşmiş P-dir. İndi hibridləşmə haqqında əsas bax testlərdə bunu bilməliyim. SP, SP2, SP3 neçə orbitalı var? Bunu bildik. İndi biz hal-hazırda üzvü maddələrdə hibridləşmədən danışaq. Sonra da başqa bir videoda qeyri-üzvü maddələrdə hibridləşmədən danışacağıq ki, az olsun, gözünüzə az görünsün. Üzvü maddələrə, ümumiyyətcə üzvü kimyaya karbon elementlər də kimyası da deyilir. Ona görə karbon elementlər kimyası deyilir ki, bütün üzvü maddələrin tərkibində karbon elementi var. Atomlar arasında ya bir qat rabitə ola bilər, ya 2 qat rabitə ola bilər, ya da 3 qat rabitə ola bilər. 4 qat rabitə olmur. Baxın, indi üzvü maddələrdən danışırıq. Karbon atomları arasında bir qat rabitə olarsa, həmin karbon atomlarının hibridləşmə vəziyyəti sp3-dür. Bax, bunları belə çəkirəm qayda kimi. Sonra burada tətbiqə baxacağıq. Həmin karbon atomları sp3 hibridləşmə halındadır. Karbonlar arasında əgər 2 qat rabitə varsa, həmin 2 qat rabitənin sağ və solundakı karbon atomları sp2-dir. Yerdə qalan karbonlar bir qatla birləşəcəyinə görə bir qatlar sp3-dür. 3 qat rabitənin sağ və solundakı karbon atomları sp-dir. Həmin digər birləşən karbonlar bir qatla birləşəcəyinə görə sp3-dür. Yəni neçə karbon verilsə sp3-dür. Bu 4 qat rabitə deyil. 2 qat rabitə, 2 qat bu rabitə, bu 4 qat rabitə sayılmır. Bir karbondan sola və sağa 2 qat rabitə çıxarsa, həmin karbon sp, ona birləşən karbonlar sp2, yerdə qalan karbonlar nə verirlərsə bir qatla veriləcəyinə görə, yerdə qalanlar isə sp3-dür. Bu qaydanı əzbər bilməliyik. Deməli, bir də deyirəm, karbon atomları arasında bir qat rabitə olarkən bunu əzbər bilməliyik ki, həmin karbon atomları sp3 hibrid vəziyyətindədir. 2 qat rabitənin sağındakı və solundakı karbon atomları, yalnız karbonlardan danışırıq. Düz-düzü maddələrdə bəzilərində keçəcək, azotlarda necə olur? Hələ ki, bu qədər keçirik. 2 qat rabitənin sağ və solundakı karbon atomları sp2-dir. Yerdə qalan karbon atomları sp3-dür. 3 qat rabitənin sağ və solundakı karbon atomları sp, yerdə qalanlar sp3-dür. Bir karbondan sağa sola 2 qat çıxarsa, həmin karbon atomu sp, ona birləşənlər sp2, yerdə qalanlar isə sp3-dür. Bir də biləcəyimiz şey nədir? Baxın, bir qat rabitə olarkən, dedik sp3-dür də, bir qat rabitə olarkən bilirsiniz ki, ancaq sigmadır. 2 qatdan biri pi-dir, biri sigmadır. Bunlar bir qatda sigmadır. 3 qatdan ikisi pi-dir, bircə dənəsi sigmadır. Bunlar keçilib əvvəlki dərsdə. Nəyi demək istəyirəm? Karbon bir qat rabitələrdir. Yəni, belə deyək də, sp3 hibridləşmə halında. Bunu buradan silin, belə yazım elə. Yəni, sp3 hibridləşmə halında olan, bax, sp3-də karbonlar arasındakı məsafənin uzunluğu nə qədərdir? 0,154 nanometrdir. Nanometr karbonlar arasında məsafənin uzunluğu. Amma, sp3-lər arasındakı bucağı isə 109 dərəcə 28 dəqiqəyə bərabərdir. sp2 olarkən, sp2-də biraz məsafə azalır. 0,120 nanometr.
Bucağı isə bucaq isə biraz artır. 120 dərəcə olur. SP-dən danışaq. SP-də karbonla karbon arasındakı məsafə 0,154, 0,134, 134 idi. Burada 0,120 nanometr. Amma bucağı isə 180 dərəcədir. İndi fikir verin, bunları sadəcə əzbərləyirik də. Bunun bir məntiqi yoxdur. Bunu sadəcə əzbərləyək ki, burada tətbiq eləyək. SP3'lər arasındakı məsafə ən böyükdür. Deyəndə ən böyük məsafə və ya ən böyük uzunluq hansı birləşmədədir? Əlbəttə ki, SP3-də 0,154-dür, sonra 0,134-dür, sonra 0,120 nanometrdir. Amma baxın, məsafə ən böyük SP3-dədir. Bucaq isə SP-dədir. Bucaq SP-dədir. 180 dərəcə, sonra 120 dərəcə, 109 dərəcə, 28 dəqiqədəki SP3-də. Və buradan görünür ki, 180 dərəcə birisi açıq bucaq deməkdir. 180 dərəcəli olan maddələr xətti quruluşa malikdir. Yəni, hansı hibridləşmə halında olan maddələr xətti quruluşa malikdir? Əlbəttə ki, SP hibridləşmə halında olanlar xətti quruluşa malikdir. SP2 və SP3 hibridləşmə halında olanlar isə bucaq quruluşuna malikdirlər. İndi keçək bunların tərtibatına. Tərtibatı necədir? Məsələn, deyək ki, bax, hər hansı bir şey götürmüşük. Bunu biz üzvü kimyada alkanlar dərsini keçəndə alkində onda tam başa düşək. Siz də belə buradan tam başa düşək ki, orada da tətbiq eləməyi bacaraq. İndi məsələn bu maddə verilib. Deyərsiniz ki, burada niyə 2 yazıldı hidrogen, niyə 5 yazıldı, niyə 3 yazıldı? Bu sonranın işidir, keçəcəyik. Amma qısaca deyə bilərəm. Baxın, lap istəyirsiniz bunu silirəm. Mən hidrogenlərin karbohidrogen dərsini üzvü kimyada keçəcəyik ki, adına baxın. Karbohidrogen yalnız karbon və hidrogendən ibarət olan birləşmələrə karbohidrogenlər deyilir. Yalnız karbon və hidrogendən ibarət olan birləşmələr karbohidrogen adlanır. Baxın, karbonları verilir. Mənə deyir, bunların hidrogenlərini yaz. Deyirəm, karbon bütün birləşmələrdə 4 valentlidir. Amma CO-da keçmişik ki, 3 valentlidir dəm qazında. Karbon 4 valentlidir. Bu karbondan 2 dənə rabitə çıxırsa, 4 valent olmasına 2 rabitəsi çatmır. Ona görə ikisində hidrogenlər yazıram. Bu karbondan 4 dənə xətt çıxıbsa, bu karbona hidrogen yazılmır. Bu karbondan 4 dənə xətt çıxıbsa, deməli, bu karbona da hidrogen yazılmaz. Bu karbondan bir xətt çıxıbsa, 4 valentli olmasına 3'ü lazımdır. Bunu da yazmışım. İndi burada məndən nələr soruşur? Bir-bir yazıram. Bax, burada mənə deyir ki, hibrid orbitallarının sayını tapın. Hibrid orbitalların sayını tapmaq üçün hibridləşmə dərsini bilmək lazımdır. Hibridləşmədə də keçdik ki, bir karbondan sola və sağa, baba bu şərt. Baxın, harada yazmışam, bu şərt. Bir karbondan sola və sağa 2 qat rabitə çıxarsa, həmin karbon SP-dir. Baba, bu SP-dir. Üzr istəyirəm. Bu karbona birləşənlər SP2-dir. Yəni, bu da SP2-dir, bu da SP2-dir. Amma yerdə qalan karbon atomları SP3-dür. Bax, bu karbona SP3 yazıram. Burada 2 karbon var axı. Ona görə SP3, 3, SP3. Yəni 2 dənə SP3 yazacağam. Hidrogenə yazmamışam. Hidrogende hibridləşmə olmur. Hibridləşmə P orbitalında olur da. Bir tərəf balaca, bir tərəf böyük yazılır. S-i biz yazmırdıq ki elə. Yəni hidrogende hibridləşmə olmur. Bunları biz qayda şəklində bilib yazanda karbonda 2 dənə karbon olduğuna bir qatdır da. İkisi də SP3, bir qat da ikisi də SP3. Bu da bir karbondan sağa sola 2 qat çıxır SP. Yandakılar SP2. Biz bunu bilməliyik ki, hibrid orbitalların sayını tapaq. Deyirəm, bu birləşmədə neçə dənə SP var? Fikir verin, bir dənə SP var. Bir dənə SP. Üstə gəl. Neçə dənə SP2 var? 1, 2. 2 dənə SP2 var. Üstə gəl. Neçə dənə SP3 var? 1 dənə, 2 dənə, 3 dənə. 3 dənə də SP3 var. İndi hesablaya bilərik. Bayaq qeyd elədik ki, qaydada SP-nin əmələ gəlməsində 2 orbital iştirak edir. 1s, 1p. 2 vur 1. 2 orbital buradadır. Üstə gəl. SP2-nin əmələ gəlməsində 3 orbital iştirak edir. 1s, 2p. Bir dənə SP2-də 3 orbitaldır da. 2 dənə SP2-də 6 orbitaldır. 2 vur 3, 6 orbital. Üstə gəl. SP3-ün əmələ gəlməsində SP3 4 orbital var. 4-də bir dənə SP3-də 4-dür də. 3 dənəsində eləyir 12. Bunun da cavabı eləyir 20. Deməli, birləşmədə, üzüm maddələrdə hibrid orbitalların sayını tapmaq üçün karbonların hibridləşmələrini bilmək lazımdır. Biləndən sonra yazıb, bunu da bildiyimiz qaydaya əsaslanırıq. İndi gəlir ki, qeyri hibrid orbitallarının sayı və yaxud bizi qeyri-hibrid deməz, deyər ki,
hibridləşməmiş. Hibridləşməmiş. Biri var hibridləşmiş, biri var hibridləşməmiş. Hibridləşməmişə qeyri-hibrid də demək olar. Baxın, əgər karbonlara biz hibridləşmiş yazdıqsa, demək ki, karbonların hibridləşməsini yazdıqsa, hidrogenlər hibridləşməyib. Yəni qeyri-hibrid orbitalların sayı hidrogenlərin sayıdır. Bax, buradan yazıram hidrogenlərin sayı və baxın, biz rabitə dərsində keçdik ki, sigma rabitəsi necə yaranırdı? Ya deyirdik S-lə S örtüləndə, ya deyirdik S-lə P örtüləndə, ya hibridləşmiş P örtüləndə, ya P ilə P bir-birini mərkəzdən örtəndə. Amma P ilə P yandan örtüləndə hökmən pi rabitəsi yaranır və burada hibridləşmə olmur. Pi rabitəsində heç vaxt hibridləşmiş orbitallar örtülmür. Məsələn, sigmada S-lə S, S zaten hibridləşmir. S və P hibridləşməmiş P ola bilər. P və hibridləşməmiş P 2 dənə ola bilər. Ola bilər bir dənə hibridləşmiş P, bir dənə hibridləşməmiş P. Ola bilər ikisi də hibridləşmiş P yazarıq. Yəni hibridləşmiş P ancaq sigma rabitəsində yaranır. P-də 2 dənə yan-yana hibridləşməmiş P-lərin örtülməsindən yaranır. Amma 2 dənə hibridləşmiş P-lər mərkəzdən örtərsə, bu sigma rabitəsi. Bu keçilib əvvəlki dərsdə. Bir sözlə demək istəyirəm ki, pi rabitəsinin əmələ gəlməsi üçün də hibridləşmə olmur. Yəni, burada neçə pi var? Bu pinin yaranması üçün bir dənə elektron bu qoyub, bir dənə elektron bu qoyub. Bu pinin yaranması üçün bir dənə elektron bu qoyub, bir dənə elektron bu qoyub. Yəni 2 dənə pi varsa 4 dənə elektron qoyulub ki, bu pilər yaransın da. Deməli, belə çıxırmı ki, hidrogenin sayı da hibridləşməyib, qeyri-hibriddir və pilərin 2 misli. Niyə 2 misli? Bir pinin yaranmasında 2 elektron iştirak edir. 2 dənə pi varsa 2 pi. Qeyri-hibridin sayını necə tapırıq? Hidrogenin sayı və pinin 2 misli. Hidrogenin sayına baxaq. Neçə dənədir? 2, 3, 5, bu da 5, 10. Üstə gəl 2 pi. Burada p'nin biri buradadır. Bir də p'nin biri buradadır. 2, 2 vur 2, 4. Yəni qeyri-hibrid orbitalların sayı 14-ə bərabərdir. Bir də var bizə hibrid, qeyri-hibrid deməz. Deyər orbitalların sayını tap. Orbital elə o deməkdir ki, hibridlə qeyri-hibridin cəmi. Orbital elə o deməkdir ki, hibridlə, yəni 20 ilə, burada neçə tapdıq? 14. 20 ilə 14-ün cəmi, yəni 34 orbital var. Mən hibridi istəmirəm. Hibrid istəsəm karbonlara yazacağam. Qeyri-hibrid istəsəm hidrogenlərin sayı qeyri-hibriddir və p'nin 2 mislidir. Çünki bir p'nin yaranmasında 2 elektron buldu iştirak edir ki, p'də də hibridləşmə dediyimiz kimi olmur, qeyri-hibriddir. Orbitallardan başqa yolda var, belə yazıram. Orbitalların sayını tapmaq üçün bütün rabitələrin sayını tapıb 2-yə vurmaq lazımdır. Çünki bir rabitənin yaranmasında 2 elektron buldu iştirak edir. Orbital sayını tapmaq üçün bütün rabitələri tapaq. Baxın, 1, 2, 3, 4, 5, 6. Bu karbonla o biri karbon arasında 2 karbon var. Axı 7. Bax, karbonlar arasında 7 rabitə. Cümləni bir də deyirəm. 1, 2, 3, 4, 5, 6. Bu karbonla o biri karbon arasında 7. Və hidrogenlərin sayı da rabitədir. Hidrogenlərin sayı da 10 dənədir. Niyə rabitədir? Mən bu hidrogenləri ayırsam, karbona birləşib də hidrogen, burada hidrogen yazacağım. Yəni, arada rabitə var. Rabitə olmasa hidrogen karbonun yanında necə dayana bilər? Bir valentlidir də hər hidrogenə bir xətt gedir. Cəmi 17 rabitə var, 17 rabitə. Və bir rabitənin yaranmasında da həm bu elektron qoyur, həm bu hamısında. Bir rabitənin yaranmasında 2 elektron buludu iştirak elədiyinə görə burada 34 elektron buludu iştirak edir. Bu orbitalların sayı oldu. İndi bizə deyir, bu birləşmədə neçə pi rabitəsi var? Pi rabitəsinin sayını tapmaq üçün 2 qatdan biri pidir də. Burada 2 dənə pidir. Neçə sigma rabitəsi var? Sigma rabitələrin sayı bir qatlardır. 1, 2, 3, 4, bu karbonla o biri karbon arasında 5 və karbonla hidrogen arasında olan rabitələr. Karbonla hidrogen arasında olan rabitələr ilə hidrogen sayına bərabərdir. 2, bu da 3, 5, bu da 5. 10 dənə. Cəmi 13 dənə sigma rabitəsi var. İndi bizə deyir ki, bizə nə deyir başqa? Bizə deyir ki, bax, bu orbitalların örtülməsindən neçə rabitə yaranıb? Bu orbitalların örtülməsindən neçə rabitə? Bu orbitalların örtülməsindən qoy hamısını yazım. Bu orbitalların örtülməsindən neçə rabitə? Bu orbitalların
Sonra bizə nədir? Sonra bu qaldı. Bu orbitalların örtülməsinə neçə rabitə? Sonra bu orbitalların örtülməsinə neçə rabitə yaranıb? İndi baxaq. Bu nə deməkdir? Deyir ki, bu hibridləşməmiş P-dir. Hibridləşməmiş P ilə hibridləşməmiş P arasında neçə dənə sigma rabitəsi var? Bu sigmanı göstərir. Mərkəzdən örtəndə keçmişi sigmadır. Mən də deyirəm ki, burada heç hibridləşməmiş P yoxdur. Axı, bu hibridləşmiş P-dir. Bu da S-dir. Ümumiyyətcə hibridləşməmiş P deyilən bir anlam yoxdur bu birləşmədə, sıfırdır. Yenə deyir, bu mən də eybəcər şəklə maşallah, bu hibridləşməmiş P-dir. Hibridləşməmiş P ilə S arasında neçə rabitə var? Deyirəm, hibridləşməmiş P yoxdur axı. S var və hibridləşmiş P var. Bu da yoxdur. İndi mənə deyir ki, hibridləşmiş P ilə hibridləşmiş P arasında neçə dənə sigma rabitəsi var? Axı, mərkəzdən örtəndə sigmadır. Mən də deyirəm, hibridləşmiş P karbondadır da. Sənə deyir ki, karbonla karbon arasında neçə dənə sigma rabitəsi var? Karbonla karbon arasında olan sigmalara baxaq. Birini götürmə, biri P-dir. Bu 1, bu 2, bu 3, bu 4, bir də karbonla karbon arasında 5. Mənasını başa düşək ki, bu hibridləşmiş P karbondur, bu da karbondur, da hibridləşmiş P-dir. Hibridləşmiş P karbonla karbon arasında neçə sigma var? Ha? Siz bunu karbonla karbon arasında ikisini də götürməyin. P-də hibridləşmə yoxdur. 1, 2, 3, 4, bu karbonla o biri karbon arasında 5. Burada deyir, hibridləşmiş P ilə hibridləşməmiş P arasında neçə rabitə var? Ümumiyyətcə, burada hibridləşməmiş P yoxdur. Axı, hibridləşmiş P karbondur, hidrogen də S-dir. Belə bir şey yoxdur. Deyir ki, bu 2 dənə yumru verilib. Yəni, S ilə S dövrü qanda keçirib ki, bu S-dir də. S orbitallarının bir-birini örtməsi hesabına neçə rabitə yaranıb? Mən də deyərəm ki, S nədir? Karbon P-dirsə, hidrogen S-dir. Sənə deyir, hidrogenlə hidrogen arasında neçə rabitə var? Yoxdur. Bilirsiniz niyə? İndi deyərsən, niyə bu hidrogenlə o biri hidrogen arasında bir rabitə var? Xeyr. Mən bu hidrogen karbonu rabitə ilə birləşib. Mən bunu buradan qırsam, bu hidrogen 2 dənədir də. Biri belə birləşəcək, biri də məsələn bu tərəfinə birləşdiyində. Yəni hidrogen hidrogenə birləşməsi yoxdur. Hidrogenlər karbona birləşib. Hidrogenin hidrogenə birləşməsi yoxdur. SSO deməkdir. İndi deyir, birləşmiş P ilə, bu da S-dir. Hidrogen arasında neçə rabitə var? Yəni birləşmiş bir karbondur. Karbonla hidrogen arasında neçə rabitə var? Karbonla hidrogen arasında hidrogenlərin sayı 2 dənə, bu da 3 dənə, 5 dənə, bu da 5 dənə, 10 dənə rabitə var. İndi bizə deyir ki, sp hibrid orbitallarının bir-birini örtməsi hesabına neçə rabitə yaranıb? Sən də deyirsən ki, yəni sp ilə sp arasında neçə rabitə var? Deyirəm, sp var, başqa bir sp var burada. Yoxdur axı, sp ilə başqa bir sp deyilən bir şey yoxdur, sıfırdır. İndi deyilir ki, sp2 hibrid orbitallarının bir-birini örtməsi hesabına neçə rabitə var? Yəni sp2 ilə sp2 arasında neçə rabitə var? Bu sp2-dir, burada da sp2-dir. Bunlar arasında rabitə yoxdur axı. Rabitə olar ki, bu da sp2 olardı. Deyərdim, arasında 2 dənə rabitə var. Yoxdur. Bir sp2 bu taydadır, biri bu taydadır. Bunlar arasında rabitə yoxdur birbaşa. Ona görə yazırıq 0. Sonra bizə deyir ki, sp3 hibrid orbitallarının bir-birini örtməsi hesabına neçə rabitə yaranır? Yəni sp3 ilə sp3 arasında neçə rabitə var? Bax, mən də sp3-də bu tərəfdə. sp3 ilə bunun arasındakı rabitəni götürmərəm. Çünki bu sp3 ilə sp2 arasındadır. Bunu götürmürəm. sp3 ilə bu sp2 arasındakı rabitəni götürmürəm. sp3 ilə sp3 arasında neçə rabitə var? Bircə dənə. Bircə dənə. İndi bizə deyir ki, sp hibrid orbitallarının sp2 hibrid orbitallarının örtməsi hesabına cəmi neçə rabitə var? Yəni sp ilə sp2 arasında neçə rabitə var? Sp ilə sp2 arasında ikisi buradadır. Sp ilə sp2 arasında da ikisi buradadır. Yəni 4 rabitə var. Amma indi desəydi ki, sp və sp2 hibrid orbitallarının örtülməsində neçə sigma var? Sp ilə sp2 örtülməsi hesabının arasında 1 sigma buradadır, 1 sigma. Cavab burada 2 yazardı. İndi deyir ki, sp2 hibrid orbitallarının sp3 hibrid orbitallarının örtməsi hesabına neçə rabitə yaranıb? Deyirəm, sp2 ilə sp3 arasında biri buradadır. sp2 ilə bu sp3 arasında ikinci rabitə buradadır. İndi deyir ki, s orbitallarının örtülməsindən sp2s və sp3s orbitallarının örtülməsindən cəmi neçə rabitə yaranır? S bilirik ki, hidrogen deməkdir də. sp-s o deməkdir ki, sp-də neçə dənə hidrogen var? Mən də baxıram, sp-də bəyəm yanında hidrogen var ki? sp-də s yoxdur. sp hibrid orbitallarının s orbitallarının örtməsi o demək ki, sp-də olan hidrogenlərin sayı yoxdur. sp2s. sp2s o demək, sp2-də olan hidrogenlərin sayı neçədir? sp2-də olan
Hidrogenlərin sayı ikisi buradadır. sp2-də olan hidrogen yoxdur. 2 dənə. sp3-də olan hidrogenlərin sayı neçədir? sp3-də olan hidrogenlər 3-ü buradadır. sp3-də olan hidrogenlər 5-i buradadır. Başqa yoxdur ki. 8 dənə. Dərsi öyrənin. Dəfələrlə buna baxın. Hansı hissəsini başa düşmədinizsə, WhatsApp qrupunda yazın. Ki, müəllim, burada qeyri-hibrid'i başa düşmədim. Mən o hissəni bir dəfə də sizə deyim. İndi ev işi kimi bir dənəsini verirəm. Bax, burada. Dərsi oxuyandan sonra, yəni qaydaları biləndən sonra nəyi soruşuruq, onun da cavabların yanından yazıb gətirirsiniz. Demək ki, bax yazıram. Nə yazım? İndi 2 qat rabitə ilə verim də. Deyək ki, bax belə bir şey verirəm. İndi məndən burada nələri istəyir? Ardıcıl sizdən əzbər soruşacağam. Deməli, mənə deyir ki, hibrid orbital. Belə yazım. Bu 1. 2. Qeyri-hibrid deyəndə hibridləşməmiş də deyə bilərəm. 3-cü, orbitalların sayı. 4-cü, rabitə əmələ gətirən elektron buludlarının sayı. Bu nə deməkdir? Ümumi rabitələrin sayını tapırsan, bir dənə rabitə, 5 dənə rabitə varsa, bir rabitənin yaranmasına 2 elektron buludu iştirak edir, 2-yə vuracaq. 5-ci, P-nin sayı. Hamısı bərabər qoyun. 6-cı sigmanın sayı. 7-ci, bayaq biz nəyi demədik? Qeyri-polyar kovalent, bunu izah eləyərəm. Qeyri-polyar kovalent rabitənin sayı. Qeyri-polyar nə deməkdir? Demişdik ki, eyni qeyri-metal atomları arasında yaranan rabitə qeyri-polyardır. Eyni qeyri-metal nədir? Karbonla karbon arasında neçə rabitə var? Onların sayıdır. 8. Polyar kovalent rabitənin sayı. Polyar nə idi? Müxtəlif qeyri-metal atomları arasında yaranan rabitədir. Yəni, karbonla hidrogen arasında olan rabitələrin sayıdır. Başqa nədir? 9-da pi sigma nəyimizsə qalmadı? P orbitallarının, hibridləşməmiş P orbitallarının bir-birini örtməsi hesabına. 10-cu, hibridləşməmiş P və S orbitalının örtülməsi hesabına. 11, hibridləşməmiş P və hibridləşmiş P-nin örtülməsi hesabına. 12, hibridləşmiş P və hibridləşmiş P-nin örtülməsi hesabına. 13, hibridləşmiş P və S orbitallarının örtülməsindən. 14, S orbitallarının bir-birini örtməsi hesabına. Ola bilər də ki, cümlələri belə soruşar bizdən. 15 buradan yazıram. P orbitallarının bir-birini örtməsi hesabına. 16. P orbitallarının bir-birini örtməsi hesabına neçə sigma var? Amma burada ümumini istəyirəm yəqin ki. 17. 17. P orbitallarının bir-birini örtməsi hesabına. 18. sp3 hibrid orbitallarının bir-birini örtməsi hesabına. 19. sp2 hibrid orbitallarının bir-birini örtməsi hesabına. 20. sp hibrid orbitallarının bir-birini örtməsi hesabına. 21. sp və sp2 hibrid orbitallarının. 22. sp2 və sp3 hibrid orbitallarının. 23. sp3 və sp hibrid orbitallarının örtülməsindən neçə rabitə yaranır? 24. sp və s orbitallarının örtülməsindən. 25. sp2 və s orbitallarının. 26. sp3 s orbitallarının örtülməsindən neçə rabitə yaranır? Və bunu sizdən soruşacağım. Dərsi biləndən sonra bunu eləyirsiniz. İndi biraz digər videonu da atacağım. Bu qeyri-üzvü maddələr, bu üzvü maddələrdə idi. İndi qeyri-üzvü maddələri də atacağım.